Salam əziz müəllimlər, necəsiniz? Ümid edirəm ki, yaxşısınız. Demək, bu günlərin biz baxırıq kitaba yeni əlavə olunmuş Brunerin Kognitiv öyrənmə nəzəriyyəsi, tədqiqat əsaslı öyrənmə nəzəriyyəsi. Gəlin birincisi bunlara baxaq. Kognitiv öyrənmə nə deməkdir? Kognitiv yəni idraki, beyinlə bağlıdır. Yəni insanın öyrəndiyi prosesi beynindən keçirərək öyrənməsi, tədqiqat əsaslı öyrənmə isə o deməkdir ki, öyrəndiklərini tətbiq edərək, tədqiqat yəni araşdıraraq, araşdırdığı məlumatı özü tətbiq edərək, yeni situasiyalarda tətbiq etməlidir, həmçində öz nəticə çıxarmalıdır. Bir sözlə, Brunerin fikrincə, öyrənmədə məhz şagird aktivdir. Şagird bir məlumatı əvvəlcə özü araşdırmalıdır, özü deməli həmin məlumat haqqında material toplamalıdır, özü nəticə çıxarmalıdır, çıxardığı nəticəni də öz fikri əsasında əsaslandırmalıdır. Yəni burada şagird aktiv rol oynayır. Yəni müəllim deyir ki, şagirdə heç bir nə etməlidir? Hazır məlumat təqdim etməməlidir. Hazır cədvəl olsun, hazır material olsun, hazır düstur olsun, hazır izah belə olsun, izah belə verməməlidir. Bütün bir şeyi, bir neçə materiallar paylamalıdır müəllim. Şagird bu materiallar haqqında məlumatı araşdırmalıdır, özü araşdırıb, öz nəticə çıxarıb, özü fikrini ən sonunda da əsaslandırmalıdır. Aktiv rol oynayan şagirddə. Burada müəllim isə sadəcə bələdçi, fasilitator rolunda çıxış etməlidir. İndi baxaq Brunerin nəzəriyyəsində nə deyir? Brunerin nəzəriyyəsinə görə öyrənmə yeni biliklər mövcud biliklər əsasında qurulur. Yəni şagirdlər nəyisə öyrənmək istəyərkən əvvəlcə yeni bilikləri öyrənən zaman mövcud bilikləri olmalıdır ki, onların mövcud biliklərinə baxaraq yeni bilikləri özləri beyinlərində formalaşdıra bilsinlər. Həmçində Brunerin fikrincə öyrənmə mənanın yaradılması prosesidir. Bax, bu cümləni yadda saxlayırsınız. Çünki testlərdə daha çox rast gəlinir ki, öyrənmə mənanın yaradılması prosesi kimə aiddir? Brunerə aiddir. Yəni, şagird öyrəndiyi mövzudan məna çıxarmalıdır. Məna başa düşəndə o, onun yaddaşında daha da uzun müddət qalır. Yəni, şagirdlər onlara təqdim olunan məlumatı pasiv şəkildə əzbərləmirlər və mexaniki şəkildə təkrarlamırlar. Onlar bu məlumatı anlayır, əlaqələndirir, öz bilik və təcrübələrlə birləşdirir. Nəticədə həmin məlumat onların zehni strukturunun bir hissəsinə çevrilir. Bu proses zamanı şagird aktiv düşünür, sual verir, fərqli yollar sınayır və öz nəticəsinə gəlir. Yəni, şagird özü nəticə çıxarır, çıxardığı nəticəni də əsaslandırır. Bir də burada yadda saxlayırsınız ki, şagird aktivdir. Həmçində burada yadda saxlayırsınız. Bax, cümlələrdə harda gördünüz ki, şagird öyrənilən mövzunu mexaniki şəkildə təkrarlayır. Heç bir öyrənilən mövzu mexaniki şəkildə, avtomatik şəkildə təkrarlana bilməz. Çünki biz onu mexanikləşdirmək üçün təkrar eləməliyik ki, o bizim beynimizdə artıq mexaniki hala gəlsin. Ona görə də bir informasiyanın mexanikləşdirilməsi, avtomatikləşdirilməsi qeyri-mümkündür. Onun təkrarlanmaz ehtimalı çox olmalıdır ki, o beynimizdə artıq oturub mexanikləşdirilsin. Testlərdə harda gördünüz ki, şagird öyrəndiyi mövzunu mexanik şəkildə icra edir, yanlış məlumatdır. İlk dəfə öyrəndiyim mövzunu mən onu mexanik şəkildə icra edə bilmərəm. Sonra deyir ki, Brunerin fikrincə deyir, müəllim deyir, burada deyir, sadəcə bilik ötürən deyil, yəni sadəcə hazır bilik verməməlidir. Müəllim bələdçi və istiqamət verici rolunda çıxış etməlidir ki, şagirdə istiqamət versin, şagirdə yol göstərsin, şagird də araşdırsın, özü tapsın, öz nəticəyə gəlsin. Bruner hesab edirdi ki, uşaqlar ətrafdakı dünya ilə aktiv təcrübə vasitəsilə bilik və mənanı özləri qururlar. Yəni, Bruner, belə deyək də, Bruner, Vygotsky və Piaget'in deməli, nəzəriyyələrinə baxaraq ortaq nəzəriyyə ortaya qoymuş bir şəxsiyyətdir. O deyir ki, o Piaget kimi hesab edirdi ki, uşaqlar ətrafdakı dünya ilə aktiv təcrübə aparmalıdırlar və özləri məna qurmalıdırlar və həmçində özləri nəticə çıxarmalıdırlar. Deyir ki, uşağa hazır məlumat vermə. Sən uşağı dünyaya burax, ona bir neçə məlumatlar təqdim edir ki, o getsin, özü araşdırsın, özü nəticəyə gəlsin. Həmçində mənanı özü qursun ki, bu təcrübənin sonunda hansı mənanı, hansı nəticəni əldə elədi. O, deməli, Piaget'dən və Vygotsky'dən ortaq xüsusiyyətdə irəli sürdüyü fikirlər var. Piaget'ə əks istiqamətdə irəli sürdüyü fikirlər də var. Gəlin, indi hər birini ətraflı nəzər salaq. O, mədəniyyətin və dilin kognitiv inkişafında vacib rolunu vurğulayırdı. Dili kognitiv inkişafda, yəni dilin beyni inkişafda, zehni inkişafda kimin nəzəriyyəsində idi? Əlbəttə ki, Vygotsky'də idi ki, vacib faktorlardan biridir. O, Vygotsky ilə razılaşırdı ki, dil uşağın ətraf mühitdən aldığı məlumatla onun cavabı arasında vacib bir vasitə rolunu oynayır və bu vasitə sosial qarşılıqlı əlaqə və mənanın qurulması yolu ilə öyrənmə və kognitiv inkişafı mümkün edir. Yəni, Vygotsky ilə razılaşırdı ki, həqiqətən də uşaq bəzən öyrənən zaman ona bir istiqamət vermək lazımdır. Yəni, müəllim ona bələdçi, fasilitator rolunda çıxış etməlidir. Burada da dil vacib faktor hesab edirlər. Hər iki psixoloq dilin yalnız ünsiyyət vasitəsi kimi deyil, eyni zamanda yüksək səviyyəli düşüncənin inkişafı və biliklərin daxili hala gətirilməsi üçün əsas mexanizmi hesab edirdilər. Əsas mexanizm kimi görürdülər.
Yəni psixoloq deməli Bruner Vygotskyinin dil baxımından, dilin yəni öyrənmədə, inkişafda əhəmiyyətli faktor olduğundan, vacib faktor olduğundan razılaşırdı. Yəni Vygotskyinin fikirləri ilə razılaşırdı. Piagetdən fərqli olaraq Bruner bu mərhələlərin mütləq yaşla və dəyişməz olduğunu düşünmürdü. Yəni Piaget deyirdi ki, öyrənmə mərhələlərdə baş verir. Hansı mərhələlər var idi? Biz əvvəlcədən demişdik. Hissi hərəkə, ilkin əməli, konkret əməli və formal əməli. Piaget deyir ki, uşaq mərhələlərdə öyrənir. Bruner isə əksinə. Deyirdi ki, uşağı mərhələlərdə mütləq mərhələlərə çatmasını gözləmək yanlış fikirdir. Piaget hesab edir ki, uşaq mövzunu öyrənmək üçün əvvəlcə həmin mövzuya uyğun idraç mərhələsinə çatmalıdır. Yəni Piaget deyirdi ki, 2-7 yaş arası var. 7 deməli 0-2 yaş arası var ki, hissi hərəkədir. 2-7 yaş arası deyirdi ilkin əməldir. 7-11 yaş konkret əməli, 11 yaşdan yuxarısı formal əməl, düzdürmü? Deyirdi ki, uşağın öyrənməsi üçün mütləq həmin mərhələlərə çatması lazımdır ki, daha dərin məlumatları məsəl üçün konkret əməli, formal əməldə öyrənsin. Aşağı siniflərdə, aşağı yaş dövründə o həmin məlumatı qavraya bilməz. Bunu Piaget irəli sürürdü. Bruner isə deyirdi əksini müdafiə edir ki, məzmun uşağın düşüncə səviyyəsinə uyğun formada təqdim olunarsa, hər bir mövzunun əsas prinsipləri istənilən yaşda öyrədilə bilər. Yəni ki, sən gözləmə ki, uşaq məsəl üçün yuxarı siniflərə çatsın ki, sən ona fizikanı öyrədəsən, sən ona tarixi öyrədəsən. Düzdür, bax görürsüz biz ibtidai siniflərdə heç bir tarixi məlumat və yaxud da ki, heç bir fizika, kimya ilə bağlı bir məlumat təqdim edəmirik. Gözləyirik ki, şagird 6-cı və yaxud da 7-ci sinifə çatsın ki, biz deyək, onlara neyniyək, fizikanı, kimyanı, tarixi öyrədək. Bruner deyir ki, sən gözləmə də, deyir, onlar o mərhələyə çatsın, o yaş səviyyəsinə çatsın. Uşağın düşüncə səviyyəsinə uyğun formada təqdim elə, uşağın düşüncə səviyyəsinə. Yəni ibtidai sinifdədirsə, ibtidai sinif səviyyəsində təqdim elə ki, hər bir mövzunun əsas prinsipi istənilən yaşda öyrədilə bilər deyir. Yəni uşağın ibtidai sinifdə elə təqdim elə ki, uşaq ibtidai sinifdə də ilkin baza bilik formalaşsın ki, fizika nə deməkdir, kimya nə deməkdir, tarixdən hansı deməli, tarixdən nələrdən bəhs olunur, aşağı siniflərdə formalaşdır, mövcud baza biliklər olsun ki, yuxarı siniflərə çatanda həmin baza biliklər əsasında yeni bilikləri asanlıqla qura bilsinlər. Özləri nə bilsinlər, araşdırıb nəticə çıxara bilsinlər. Digər psixoloqlar kimi Bruner də şagirdlərin öyrənmə prosesində aktiv iştirakçılar kimi görürdü və yeni biliklərin əldə olunmasında mövcud bilik və bacarıqların əhəmiyyətini vurğulayırdı. Bir də dediyim kimi, aşağı siniflərdə, şagirdlərdə biz ilkin anlayışlar formalaşdırmalıyıq ki, yuxarı sinifdə artıq onlar yeni biliklər yaradarkən aktiv iştirak eləsinlər. Bruner hesab edirdi ki, şagirdlər mövzunun məzmununun strukturunu özləri kəşf etməlidirlər. Faktlar, anlayışlar və nəzəriyyələr arasında əlaqələri araşdırmalıdırlar. Bir də deyirəm, yadınızda saxlayırsınız, harda gördünüz ki, şagirdlər mövzunu özləri araşdırmalıdırlar, özləri nəticə çıxarmalıdırlar, özləri fikirləri əsaslandırmalıdırlar. Bu Brunerin fikridir. Bundan da razılaşmaq lazımdır. Amma harda gördünüz ki, bu testlərdə verirlər ki, müəllim hazır informasiya ötürməlidir, hazır məlumat verməlidir, hazır sxem, cədvəl təqdim etməlidir. Bu Brunerin yanaşmasına aid deyil. Əksisi də testlərdə bunu görsəz, deməli müəllim eləyir, hər bir şeyi müəllim eləyir görsəz, demək ki, o variantlar səhvdir. Biz baxırıq ki, hər bir şey şagird eləməlidir. Şagird aktiv iştirak eləməlidir. Bu fikir Brunerin spiralvari tədris planı anlayışının əsasını təşkil edir ki, yəni şagirdlər özləri araşdırmalıdırlar, özləri nəticə çıxarmalıdırlar. Spiralvari plan şagirdlərin eyni mövzuları bir neçə dəfə daha yüksək səviyyədə və abstrakt düşüncə ilə öyrənməsini təmin edir. Bir də dediyim kimi, deyir ki, ibtidai siniflərdən, aşağı siniflərdən şagirddə bir məlumatı, bir mövzunu formalaşdırır ki, yuxarı sinifdə daha da dərinləşdirir həmin mövzu. Şagirddə öyrənmə dərin öyrənilsin və uzun müddət yadında qalsın. Bu yanaşma əsas anlayışın möhkəmlənməsinə və zamanla daha mürəkkəb konseptlərə çevrilməsinə kömək edir. Məsəl üçün, biz 5-ci siniflərdə də isim anlayışını keçiririk, 9-cu sinifdə də. İsim anlayışının aşağı siniflərdə sadələşdirilmiş formada, artıq 9-cu sinifdə isə dərinləşdirilmiş, zənginləşdirilmiş formada təqdim edilir və şagirddə nəticədə isim haqqında bir model formalaşmış olur. Şagird mövzunu daha da dərin öyrənir. Həmçində digər fənlərdə də aiddir. Məsəl üçün, aşağı sinifdə də alqoritm, yuxarı sinifdə də alqoritm mövzusu təqdim oluna bilər ki, şagird aşağı sinifdəki öyrəndiyi məlumatı yuxarı sinifdə artıq alqoritm təqdim olunanda bir baza bilik var axı. Həmin baza bilik əsasında yeni bilik formalaşdırmaq şagirdə asan başa gəlir. Deyir, öyrənmənin 3 modeli var Brunerə görə. Deyir ki, hərəki model, ikonik model, bir də simvolik model. Hərəki modeldə hərəkət əsasdır, ikonik modeldə vizual şəkil, sxemlər əsasdır, simvolikdə dil əsasdır. Yəni burada dil deyəndə orada hərf və rəqəmlər sözünü yadınızda saxlayırsınız. Yəni şagirdlər öyrəndiyi məlumatı ya hərfdən yazırlar, ya da rəqəmdən qeyd edirlər. İndi birinci hərəkə əsaslıya baxaq. Hərəkə əsaslı deyir ki, şagird aşağı yaşlarda, məsəl üçün 3 budaq modelini şagird əlləri ilə hazırlayır, yəni motor bacarıqlar, o qumdan olsun, cildən olsun 3 bucaq modelini hazırlayır. Yəni artıq şagirdin beynində 3 bucaq modelini
modelinin hansı formada olması anlayışı yaranır. Sonra ikonik vizual əsaslı da şagird biraz böyüdükdən sonra isə onun şəklini çəkir, sxemini çəkir dəftərə. O gördüyü məlumatları beynində aktivləşdirir və beynində neyniyir? Formalaşdırır ki, üçbucaq belə olur. Simvolik modeldə isə daha yuxarı səviyyələrdə isə artıq üçbucağın perimetrini, hündürlüyünü, düsturunu asanlıqla yazıb onu hesablaya bilər. Yəni ya rəqəmlər ya da hərflər olmalıdır burada simvolik modeldə. Yəni ona görə deyir dil əsaslıdır. Simvollar artıq onu görməsə belə beynində abstrakt, vizual şəkildə yeyə bilir, beynində vizuallaşdıra bilər. Görmədən, toxunmadan beynində vizuallaşdıra bilər. Hərəkətdə toxunaraq, toxunmaqla icra etməlidir. İkonikdə şəkil cədvəli gözü ilə görməlidir. Simvolikdə gözü ilə görməsə və əli ilə toxunmasa belə beynində vizuallaşdıra bilər. Yəni beynində onu canlandıra bilər. Abstrakt fikirləri beynində təsəvvürünə gətirə bilər. Abstrakt, yəni xəyali düşüncə deməkdir ki, onu canlandıra bilir ki, bu da simvolik model hesab olunur. Yəni Brunerə görə öyrənmənin 3 əsas modeli var. İndi hər birinə ətraflı nəzər salaq. Hərəkət əsaslı üsulda uşaq neyinir? Öyrənməsi əsasən fiziki hərəkət və motor reaksiyalar. Fiziki hərəkət yəni toxunmaq, motor reaksiyalar isə əl hərəkətləri, əl bacarıqları vasitəsilə baş verir. Körpələr hələ simvolik düşüncə və vizual təmsilləri istifadə edə bilmirlər. Dünyanı əlləri, ayaqları və digər hərəkətlərlə kəşf edirlər. Məsələn, körpə səsli oyuncağı silkələmə hərəkətini təkrarlayaraq yadda saxlayır və bu öyrənməni, bu hərəkət gələcəkdə digər bacarıqları yerinə yetirmək üçün əsas rolunu oynar. Yəni ilkin mərhələdə şagird motor bacarıqları ilə öyrənməlidir ki, digər mərhələlərə keçid asan baş versin. Digər, yəni vizual öyrənmə, simvolik öyrənməni onu daha da asanlaşdırsın. Mərhələ deyəndə, yəni baza biliyi olmalıdır ki, baza biliklərdə fiziki hərəkət və motor reaksiyalar vasitəsilə formalaşır. Növbəti artıq öyrənmələrdə isə, yəni simvolik, ikonik və öyrənmədə baza biliyin olması vacibdir. Burada riyaziyyat üzrə nümunə təqdim olunub. Natural ədədlər, məsəl üçün, gözlüsüz ki, şagirdlər məlumatı fizikdə, yəni bu hərəkət əsaslı da yadınızda saxlayırsınız ki, hərəkətləri ilə icra edir. Yəni fiziki olaraq sayır, nə bilim, məsəl üçün, deyək ki, şagirdlər sinifdəki əşyaları, qələmlər, kubiklər, daşlar fiziki olaraq sayır, qruplaşdırır. Məsəl üçün, qələmləri yığıram əlimə, 5 qələm bu tərəfə, yəni 5 qələm bu tərəfə, başa salıram ki, 5-in üstünə 5 girəndə şagirdlərə 10 anlayışını formalaşdırıram. Rəqəmlərlə rəqəmlərdən yox, daha doğrusu qələmlərdən bir-bir üst-üstə qoyaraq saymağı başa salıram şagirdlərə. Ədədlər oxu verib, yəni bədəlləri ilə icra edirlər. Məsələn, burada bədən kinestetik təkcə riyaziyyat fənni üzrə yox, digər fənlər üzrə də şagirdlər öyrəndiyi məlumatı bədənləri ilə rullon şəklində səhnələşdirirlərsə, icra edirlərsə, bu nəyə aiddir? Əlbəttə ki, hansı öyrənməyə aiddir? Hərəkət əsaslı öyrənməyə aiddir. Bir şey bədənləri ilə icra edilir. Məsələn, deyir, burada nümunə yenə verib ki, şagirdlər özləri 2 addım irəli, 1 addım geri hərəkət etmə, toplama və çıxma əməliyyatlarını bədənləri ilə icra edirlər. Perimetrində, çevrədə yenə hərəkətləri ilə ölçürlər. İp alırlar əllərinə, masanın bir tərəfindən digər tərəfinə ölçməklə hesablayırlar ki, bunun perimetri nə qədərdir. Yəni burada görürük ki, əsas məqam nədir? Hərəkət əsaslı öyrənmədə hərəkət olmalıdır. Fiziki hərəkət etməlidirlər, bədənləri ilə hərəkət etməlidirlər ki, öyrənmə baş versin. İkonik öyrənmədə isə yadınızda saxlayırsınız ki, vizual olaraq görməyə əsaslanır, şəkil, diaqram və model vasitəsilə öyrənmə baş verir. Burada yenə şagirdlər məsəl üçün o kəsr əməliyyatını pizza şəkilləri ilə 2-də 1, 4-də 1 şəkilləri üzərinə müqayisə edirlər. Eyni dərələrdən fərqli rənglənmiş, boyanmış hissləri göstərərək neynirlər? Onlar artıq kəsr ifadələri ilkin anlayışda, yəni ibtidai siniflərdə formalaşmış olur ki, 2-də 1, 4-də 1 anlayışı nə deməkdir? Və yaxud da ki, sxem şəklində çəkmək, sonra riyazi əmələ çevirmək lazımdır ki, onlarda artıq ikonik, yəni vizual əsaslı öyrənmə baş verir. Daha sonra isə simvolik dil əsaslıdır. Burada yadınızda saxlayırsınız. Dil riyazi simvollar və digər simvol sistemləri vasitəsilə yadda saxlanır. Burada yadda saxlayırsınız nə? Ya hərf öyrənilən məqamlar, ya da rəqəmə çevrilir. Məsəl üçün, görürsünüz 3 alma, 3 rəqəmdir, alma sözdə hərfdir, 2 alma bərabərdir 5 alma və yaxud da 3 üstəlik 2 bərabərdir 5. Yəni simvolik modelə çevrilir. Və yaxud da cəbri ifadələr A üstələ B, 2x çıxılsın 3 və yaxud da ki, A vurulsun B bölünmüş, A vurulmuş C bərabərdir B bölünmüş C-yə. Yəni simvolik modelə çevrilir. Ya hərfə, ya da rəqəmə çevrilir. Bir də üzərindən keçirəm. Hərəkətdə, yəni hərəkət öyrənmədə hərəkət əsasdır. İkonikdə vizual, yəni şəkil, diaqram, model əsasdır. Simvolda isə rəqəm və hərflər əsas götürülür. Brunerdə deyir, əsas məqam odur ki, Bruner üçün yaş çərçivələri uşağın inkişaf mərhələlərini sərt şəkildə məhdudlaşdıran qaydalar deyil, sadəcə uşağın hazırki inkişaf səviyyəsinə əsaslanaraq hansı təmsil üsulunun daha əlverişli olduğunu göstərən təxminlərdir. Yəni deyir ki,
Brunerə görə yaş çərçivələri, yaş məhdudiyyəti yoxdur. Piaget kimi ki, mərhələlərə çatsın şagird, öyrənmə baş versin. Xeyr, şagirddə deyir, istənilən mövzu istənilən yaşda öyrədilə bilər. Deyir ki, uşağa məsələn 5 yaşlı uşaqda deyir, ikonik vizual üsullardan faydalana bilər, lakin eyni zamanda hərəkət əsaslı təmsil üsullarından da istifadə edərək mövzunu daha dərin səviyyədə öyrənə bilər. Bu öyrənməni daha zəngin və mənalı edir, çünki uşaq həm vizual təsvirlər, həm də fiziki hərəkətlər vasitəsilə məlumatı daha yaxşı başa düşür və yadda saxlayır. Müəllim bu üsulları tez-tez sintez etməklə uşağın marağını və iştirakını artırır, öyrənmənin müxtəlif təcrübə yolu və dəstəkləyir və hər bir uşağın fərdi inkişaf tempinə uyğunlaşdırır. Nəticədə Brunerin yanaşması öyrənməni təkcə bilik ötürmə prosesi kimi deyil, həm də uşağın fəal iştirak etdiyi fərdi təcrübələrinə əsaslanan bir proses kimi nəzərdən keçirilir. Bir sözlə deyir ki, öyrənilən mövzu şagirdə həm ikonik şəkildə, həm hərəkət əsaslı şəkildə təqdim olunsa, uşaq öyrəndiyi məlumatı daha yaxşı yadda saxlayır. Həmçində simvolik modelə çatdıqda baza bilik olduğuna görə uşaq öyrənməni özü yarada bilər, özü təcrübədən keçirə bilər, həmçində öz nəticəyə gəlib fikir əsaslandıra bilər. Brunerin deməli fikrincə hazırlıq anlayışı var ki, hazırlıq anlayışına görə deyir ki, uşaq öyrənilən mövzusunu əvvəlcə sadələşdirilmiş formada öyrədilməlidir. Daha sonra isə getdikcə nə edilməlidir? Dərinləşdirilərək zənginləşdirilməlidir, mürəkkəb formaya çevrilməlidir. Ona görə də fənlər deyir, nə edir? Fənlər əvvəlcə asandan çətinə doğru. Hər bir fən əvvəlcə biz görürük ki, ibtidaidə nə cür olur, daha sonra yuxarı siniflərə qalxdıqca nə cür olur. Ona görə də fənlər deyir, asandan çətinə doğru, sadədən mürəkkəbə doğru nə edir? Dərinləşir, zənginləşir. Həmçində deyir, o uşaqları passiv bilik avcısı deyir, yəni yenə təkrar edir ki, məna quran kimi görür. Yəni özləri mövzu haqqında mənanı özləri qurmalıdırlar, özləri nəticə çıxarmalıdırlar. Bruner üçün hazırlıq uşağın yaşından və zehni inkişaf mərhələsindən deyil, mövzunun uşağa necə təqdim edilməsindən asılıdır. Yəni istənilən mövzu şagirdə istənilən yaşda öyrədilə bilər. Məsəl üçün cazibə qüvvəsi var ki, ibtidai sinifdə də şagirdə öyrənə bilər. Siz də cazibə qüvvəsini fizikada daha gözləməyin ki, uşaq 6-cı sinifə, 7-ci sinifə çatsın, cazibə qüvvəsini öyrədək. İbtidai sinifdə cazibə qüvvəsi haqqında ilkin anlayış formalaşdırın ki, 7-ci sinifdə də artıq dərinləşdirin. Uşaq bu haqqda məlumatı daha da dərin öyrənə bilsin. Deyir ki, Brunerin baxışına görə uşaq hələ fizika düsturlarına hazır deyil deyib mövzunu gələcək illərə atmaq əvəzinə onu əməli və vizual formada təqdim etsək, daha yaxşı öyrənə bilər. Burada bir neçə addımlar var ki, müəllim şagirdə top, karandaş, nə bilim, kağız, silgi götürüb əlindən buraxır ki, cazibə qüvvəsini izah eləsin ki, yəni niyə atdığımız əşyalar yerə doğru hərəkət elədi, yuxarı hərəkət eləmədi. Şagirdlərə də ilkin anlayış formalaşdırır ki, cazibə qüvvəsi yerin yəni yuxarıdan aşağı doğru cəzb edilməsi nəticəsində əlimizdən buraxdığı əşyalar yerə doğru cəzb olunur. Yəni ilkin anlayış formalaşdırır. Buranı özünüz oxuyarsınız. Yəni nə demək istəyir ki, orada deyir ki, cazibə qüvvəsinin ilkin formada şagirdə təqdim olunur ki, əlimizdən buraxdığımız əşyaların hamısı yerə düşdü. Demək yer cəzb olunur. Və bir neçə də əlavə suallar verib, onların fikirlərini alır ki, deməli, uşaqlar əgər cazibə qüvvəsi olmasaydı nə baş verərdi? Şagirdlər uşaq səviyyəsində cavab versələr də, məqsəd konsepsiyanın nüvəsini formalaşdırmaqdır. Yəni, nüvə o deməkdir ki, məqsəd ilk yəni təməlini formalaşdırır ki, növbəti mərhələlərdə artıq daha asan öyrənmiş olsun mövzuna. Burada da yenə veribdir, hərəkət əsaslı, ikonik şəkillər əsaslı, simvolik yenə deyirəm, hərf və rəqəmlər əsas götürülür. Spiralvari kurikulum anlayışı var ki, Brunerin yanaşmasında deyir ki, mövzu müxtəlif yaş və inkişaf mərhələsindən dəfələrlə, lakin dərin və mürəkkəb səviyyədə qayıtmaq mümkündür. Yenə deyirəm, isim mövzusu əvvəlcə 5-ci sinifdə, sonra 9-cu sinifdə dərinləşdirilir və mürəkkəb səviyyələrə qayıdırılır ki, məsəl üçün ismin haqqında əvvəlcə sadə formada, yuxarı siniflərdə isə mürəkkəb formada təqdim olunur. Şagird mövzunu artıq dərin səviyyədə öyrənmiş olur. Məhz bu prinsip spiralvari kurikulumun, yəni getdikcə genişlənən və dərinləşən kurikulum modelinin əsasını təşkil edir. Brunerin fikrincə, deməli, bir baxış bucağı təqdim olunur ki, hesab olunur ki, uşaq yaşından asılı olmayaraq mürəkkəb məlumatları anlamağa qadirdir. Yəni həmin mürəkkəb məlumatlar sadə formada təqdim olunsa, uşağın yaşına uyğun təqdim olunsa, uşaq müxtəlif, yəni fikirləri, müxtəlif məlumatları asanlıqla öyrənə bilər. Bu yanaşmada məlumatlar ilə qurulur ki, mürəkkəb ideyalar əvvəlcə sadələşdirilmiş formada öyrədilir, daha sonra isə mürəkkəb səviyyədə təkrarı nəzərdən keçirilir. İsim əvvəlcə sadə formada, yuxarı siniflərdə isə mürəkkəb səviyyədə təkrar olunur. Bu digər fənlərdə də belədir. Ona görə də fənlər getdikcə çətinləşən səviyyədə tədris olunur. Ona görə də bu da spiralvari kurikulum bənzətməsinə əsas götürür, bənzətməsinə əsasını yaranır. Spiralvari kurikuluma görə əvvəlcə uşaqlar hərəkət nümayiş vasitəsilə daha yaxşı öyrənirlər, yəni fiziki hərəkətlər və praktik tapşırıqlar vasitəsilə. Yəni hərəkətdə görürsüz, öyrəndiyi məlumatları tətbiq edirlər. Qumdan məsəl üçün cildən üçbucaq modeli hazırlayırlar. Ona görə də öyrənmə daha yaxşı baş verir. Məsəl üçün burada bir dənə də təkrar nümunə göstərilib ki, muncuqdan ibarət topları nəticəni əvvəlcə əlləri ilə sayırlar, sonra şəkildə, ən sonda isə sxem formasında, yəni rəqəm
ədəd formasında toplamağı, hesablamağı şagirdlər, neynirlər öyrənmiş olurlar. Burada yazılanları özünüz oxuyarsınız. Yəni burada da əlavə bir nümunə təqdim olunub ki, muncuqlarla toplama anlayışını şagirdlərə necə öyrətmək olar. Əvvəlcə muncuqdan ip gətirirsiniz, ipə muncuqları taxırsınız. Onlar əlləri ilə icra edərək, hərəkət etdirərək öyrənirlər. Sonra hərəkət, yəni bu olacaq hərəkət əsaslı. Sonra simvolik modeldə nə edirlər? Gətirirsiniz, şəkillərlə təqdim edirsiniz. Ən sonda isə daha doğrusu ikonik modeldə şəkillərlə təqdim olunur. Ən sonda simvolik modeldə isə artıq rəqəm və ədədlər, hərflərlə şagirdlər nə edirlər? Artıq özləri hesablama anlayışını asanlıqla icra edə bilirlər. Bir də Brunerə görə deyir, tədqiqat əsaslı öyrənmə var. Tədqiqat o deməkdir ki, şagird araşdırmalıdır. Araşdırdığı məlumatı özü tətbiq etməlidir. Yeni situasiyalarda özü nəticəyə gəlməlidir, özü məna qurmalıdır və özü də fikirlərini əsaslandırmalıdır. Deyir, hazır formada təqdim edilməməlidir şagirdlərə mövzular. Əksinə, onlar öyrənmə məlumatı özləri qurmalıdırlar. Bilik vahidləri arasındakı əlaqələri fəal şəkildə kəşf etməlidirlər. Şagirdlər yəni öyrəndikləri məlumatı özləri kəşf etməlidirlər. Və onlara görə, deyir, Brunerə görə öyrənmə yalnız faktları əzbərləmək deyil, məlumat arasında məntiqi və mənalı əlaqələri qurma bacarığıdır. Yəni mənanı şagirdlər özləri qurmalıdırlar. Deməli, şagirdlər deyir ki, Brunerə görə bu kodlaşdırma sistemini inkişaf etdirməyin ən səmərəli yolu sadəcə müəllimlərin izahlarını dinləmək deyil, öyrənmənin özünün araşdırma və kəşf prosesində aktiv iştirak edilməsidir. Yəni şagird öyrənmədə özü aktiv şəkildə araşdırmalıdır, kəşf etməlidir. Yəni şagird bilikləri müəllimdən deyil, öz təcrübəsindən sual verməyə, yəni sual verərək öyrənə bilər, müşahidə apararaq öyrənə bilər və ən sonunda nəticə çıxarmaqla qazanmalıdır. Brunerin yanaşması deyir, Piagetin idraki inkişaf nəzəriyyəsindən həm də Vygotskinin sosial konstruktivizm ideyaları ilə paralellik təşkil edir. Yəni Bruner həm Piagetdə, həm də Vygotskidən ortaq cəhətləri var, amma Piagetdən də fərqli cəhətləri də var. Yəni həm hər ikisinə aid oxşarlıq var. Sadəcə Piagetdə fərqli cəhətlər də var ki, mərhələlərdə deyil, uşaq istənilən yaşda öyrədilə bilər. Piaget kimi Brunerdə uşağın öyrənmə prosesində aktiv rolunu, vacibliyini vurğulayır. Yəni uşaqlar öyrənmə, müşahidə, eksperiment və düşünmə yolu ilə özləri nə edə bilirlər, öyrənə bilirlər. Bununla yanaşı Bruner, Vygotski kimi öyrənmənin sosial xarakterinə diqqət çəkən dilin və qarşılıqlı ünsiyyətin kognitiv inkişafında əsas vasitə olduğunu da qəbul edirlər. Bir sözlə beləliklə Bruner deyir ki, öyrənmə istənilən yaşda öyrədilə bilər. Brunerə görə bu yanaşma şagirdlərin öyrənməyə daxili motivasiyası olmalıdır. Daxili motivasiya şagirdlərdə olmalıdır ki, öyrənmə baş versin və onlar öyrənmə prosesinin mərkəzinə yerləşdirirlər. Yəni bilik onlara verilmir, onlar bu biliyi özləri yaradırlar. Başqa bir nümunə də təqdim olunub, tək və düz ədədlər şagirdlərə nə cür öyrədilir? Bu nümunədə sizlər oxuyarsınız yenə. Əvvəlcə məsəl üçün bir qələmlər paylanılır. Tək qalanda şagirdlər bilirlər ki, tək ədədlərdə cüt şəkildə bölüşdüyündə isə cüt anlayışını öyrənmiş olurlar. Burada başlıqa ikinci bir nümunə sıxlıq fərqi var ki, cismin batması və ya üzməsi haqqında. Bu haqda ənənəvi yanaşmada deyir ki, müəllim izah edir ki, sıxlıq böyük olanda batar, kiçik olanda üzdə qalar. Yəni əzbərə məlumatı təqdim edir ənənəvi yanaşmada. Brunerdə isə şagird sıxlıq anlayışını məntiqi öz təcrübəsi və sualları ilə kəşf edir. Yəni nə edir? Müəllim sinifə taxta parçası, dəmir, mismar, plastik top, daş, süngər, sabun, oyuncaq gətirir. Gətirir su olan qabın içərisində əlindən buraxır və şagirdlər ilkin öz fikirlərini formalaşdırırlar. Sonda nəticəyə baxırlar ki, yəni nəticədə hansı əşyalar suda batdı, hansılar üzdü. Nəticədə sıxlıq anlayışını şagirdlər özləri sınaqdan keçirərək öyrənmiş olurlar. Müəllim sual verir, amma izahı özü demir. Yadınızda saxlayırsınız ki, Brunerin fikrincə izah müəllim tərəfindən verilməməlidir. Şagirdlər özləri araşdırmalı, özləri kəşf edib, özləri praktikada sınaqdan keçirib, təcrübədən keçirib özləri nəticə çıxarmalıdır və çıxartdığı nəticələrdə əsaslandırmalıdırlar. Bir sözlə yadınızda saxlayırsınız ki, müəllim burada bələdçi rolundadır, fasilitator rolundadır. Bir də Brunerin fikrincə müəllim bu istiqamətləndirici və dəstəkləyici rolunda daha konkret şəkildə izah edərək onun funksiyasını 6 əsas kateqoriyaya təsnifləşdirilmişdir. Adları yadınızda saxlasanız kifayətdir. Birinci səfərbərlik tapşırığa cəlb etmə. Yəni müəllim əvvəlcə motivasiya yaratmalıdır ki, şagirdlər tapşırığın araşdırmaqda cəlb olunsunlar. Araşdırmasında, axtarıb tapmasında onları cəlb eləməlidir. İkincisi də səfərbərlik dərəcəsinin azaldılması, yəni tapşırığı sadələşdirməlidir müəllim və burada sınaq və səhv mərhələsini qısaltmaq nəzərdə tutulur. Üçüncüdə istiqamətin qorunması. Yəni şagird ola bilər ki, motivasiyası düşsün, müəllim motivasiyanı qoruyub saxlamalıdır ki, davamlı öyrənmə təmin olunsun. Diqqəti yayındırmadan tapşırığın idarə olunan hissələrə bölməlidir ki, şagird mövzunu daha da neyləsin, araşdırmağa davam eləsin, ruhdan düşməsin. Əsas xüsusiyyətlərin vurğulanması. O deməkdir ki, məsəl üçün biz bütün mövzu təqdim eləmişəm. Şagird mövzu haqqında gedib bütün dərinlikləri araşdırmaq əsas götürülmür. Əsas məqamları da şagirdin diqqətinə çatdırmalıyam ki, yəni öyrənilən mövzunun hamısı öyrənilməməlidir. Əsas məqamlar öyrənsə kifayətdir. Vacib anlayışları, mühüm fərqləri və səhvləri
nümunələri vurğulamaqla şagirdin diqqətini əsas cəhətlərə yönəltməliyəm. Məyusluğun idarə olunması, məsələn, araşdırdı, səhv məlumat əldə edibdir. Səhvlərin qarşısının alınması üçün müəllim bu hallarda şagirdlərin emosional vəziyyətini nəzarət etməsi, onların ruhdan düşməməsinə və davam etməsinə kömək etməlidir. Məsəl üçün, ola bilər ki, siz indi araşdırdınız, səhv nəticəyə gəldiniz, amma bu demək deyil ki, biz nəticə əldə etməyəcəyik. Yenə də davam etməklə, yenə də addımlamaqdan biz nəticəyə tez gəlib çata bilərik. Şagirdlərə nə etməliyik? Motivasiya verməliyik. Nümayişdə isə öyrənmə, dəstək və öyrəcək nümunələr, modellər və ya qismən həll yolları təqdim etmək olar. Bandurada da bu var idi. Yadınıza gəlir, çətin mövzular üçün şagirdlərə checklist siyahı təqdim edirdi. Əvvəlcədən nümunələr, işlənmiş nümunələr təqdim edirdi ki, yəni onlar araşdırılan mövzularda baxsınlar o nümunəyə, baxıb görsünlər ki, burada araşdırmanın nəticəsi necə oldu. Özləri də həmin nümunə əsasında neynəsinlər, yeni məlumatı araşdırıb öyrənsinlər, özləri tətbiq edib özləri nəticəyə gəlsinlər. Bir sözlə, Brunner koqnitiv öyrənmə nəzəriyyəsində öyrənmədə şagird aktivdir, öyrəndiyi məlumatları bir sözlə strukturlaşdırılmış və çox səviyyəli bir proses təqdim edir. Onun ideyaları şagirdin təfəkkürünü, müəllimin bələdçi rolunu və biliklərin müxtəlif formada istifadəsini ön plana çıxararaq müasir təhsil nəzəriyyələrinin əsas istiqamətlərindən birinə çevirmişdir. Yadınızda saxlayırsınız ki, Brunnerdə öyrənmədə aktiv iştirak edən şagirddir. Yadınızda saxlayırsınız ki, Brunnerdə öyrənmədə sosial münasibət yoxdur, əməkdaşlıq şəraitində öyrənmə yoxdur, qrup şəklində öyrənmə yoxdur. Şagirdə mövzu fərdi şəkildə təqdim olunur. Şagird də fərdi şəkildə nə edir? Araşdırır, axtarır, nəticəyə gəlir. Sonra yadda saxlayırsınız ki, müəllim burada izah vermir, hazır düstur, hazır cədvəl, hazır informasiya vermir. Öyrənilən mövzunu müəllim ümumiləşdirmir. Burada şagird nə edir? Özü araşdırır, özü nəticəyə çıxarır, özü tapdığı mövzunu nə edir? Əsaslandırır fikirləri. Bir də yadınızda saxlayırsınız ki, burada öyrənmədə əgər tapmayıbsa mövzunu, araşdırıb tapa bilməyibsə, mükafat və cəza yoxdur. Şagirddə istiqamət vermə var və şagirddə öyrənilən mövzuya həvəs daxili motivasiyası da mövcuddur şagirddə, yadınızda saxlayırsınız. Həmçində yadınızda saxlayırsınız ki, öyrənmənin 3 əsas modeli var. Bayaq yuxarıda dedim, hərəkət əsaslı, ikonik əsaslı, bir də simvolik əsaslı. Bir də yadınızda saxlayırsınız ki, öyrənmədə deməli spiralvari kurikulumda tədris deməli öyrənmə təlim prosesi boyunca davam edir, tədris boyu davam edir. Yəni mövzular əvvəlcə asandan çətinə doğru daha da zənginləşir, daha da dərinləşir. Bir də yadınızda saxlayırsınız ki, öyrənilən mövzular şagirdlərə əzbərə, məsəl üçün əzbər yadında saxla yox, öyrəndiyi mövzudan nəticə çıxar, məna qur, daha da araşdır, daha da dərinlikləri özü əldə etməlidir. Şagird hər bir şey özü icra eləməlidir. Bir sözlə izahımız bu qədər. Testlərimizin izahında görüşmək ümidi ilə. Əgər kanalımıza abunə olmamışsınızsa, abunə olmağı, bəyənməyi və şərh yazmağı unutmayın. Özünüzə yaxşı baxın. İnşallah ki, bu ilin ən yüksək nəticələrini məhz sizlər əldə edərsiniz və istədiyiniz məqama gəlib çatarsınız. Sağ olun, salamat qalın, özünüzə yaxşı baxın. Növbəti izahlarımızda görüşmək ümidi ilə.